Avropa Siyasi Birliyinin zirvə toplantısı beynəlxalq tədbir olduğu üçün təbii ki, Türkiyə Prezidenti Recep Tayyip Erdoğan bu samitdə iştirak edə bilər. Bu Ermənistanın ziyarət mənasına gəlmir. Beynəlxalq hüquqa əsasən bu rəsmi tədbirdə iştirak etməkdir. Bu sözləri Bölgə TV-yə açıqlamasında politoloq Toğrul İsmail deyib. O bildirib ki, belə tədbirlər beynəlxalq mahiyyət daşıdığı üçün Türkiyə liderinin orada iştirak etmək ehtimalı var. Düzdür, Türkiyə və Ermənistan arasında görüşlər baş tutur, amma konkret diplomatik münasibətlər yoxdur. Ankaranın birinci şərti Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamasıdır. Amma belə tədbirlər beynəlxalq mahiyyət daşıdığı üçün Türkiyə prezidentinin orada iştirak etmək ehtimalı var. Politoloq vurğulayıb ki, hər bir halda Recep Tayyip Erdoğanın İrəvana səfəri reallaşarsa, bu mütləq Azərbaycan tərəfi ilə razılaşdırılacaq. Türkiyə Avropa Birliyi üzvlük növbəsindədir. Digər halda Türkiyə lideri özü iştirak etməsə belə dövləti təmsil bağış rəsmi göndərə bilər. Burada beynəlxalq hüquq və beynəlxalq normalar nöqteyi nəzərdən qeyri-adi bir şey yoxdur. Daha öncə 2008-ci ilin sentyabrında futbol diplomatiyası çərçivəsində sabiq prezident Abdullah Gülün İrəvana səfəri baş tutmuşdu. Nikol Paşinyan isə 2 dəfə Türkiyəyə səfər edib. Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Recep Tayyip Erdoğanı Avropa Siyasi Birliyinin 2026-cı ilin mayında İrəvanda keçiriləcək samitinə dəvət edib. Rəsmi Ankara dəvəti hələlik münasibət bildirməyib. Dilbər Vüqar qızı, Bölgə TV.